hətta çıxmadan öncə onlar bizə oksigen maskasını verdilər, oksigenləri və s. Və qolça əminliklə dedilər ki, bunların hamısı yoxlanılıbdır və hamısı işleyir. Mən dedim ki, nəsə işləməli. Baxın. Mən dedim ki, tamam, çox gözəl. O zaman birini baxım da görüm necədir. Mən bunu, onsuz da bizə bunu öyrədəcək, baxacağıq, amma belə. Mən maskamı taxdım. Mən hiss edirəm ki, mənə oksigen gəlmir də, mən bunu hiss edirəm. Mən deyirəm ki, yox, mənim maskam işləmir. Təşkilatçı deyir ki, ola bilməz də, yaxşırında falan. Hətta öz bələdçim deyir ki, yaxşı da və falan, yaxşı deyil axı falan meşməkən. Deyirəm, nə bilim, mən belə hiss edirəm. Bəlkə mən birinci dəfədə belə istifadə edirəm. Bəlkə yanlış bilirəm. Maskamı götürdülər, maskama baxdılar və gördülər ki, içində 2 dənə nə bilim nəsə var, xarabdır. Okay. Və götürdülər. Yoxlamayıblar demək. Ya yoxlamayıblar, ya təsadüfən belə alınıbdır. Xanım, çox yəqin ki, yoxlamayıblar. Çünki mən də filmlərə baxa-baxa gəlmişəm sizin yanınıza, yəni sizlə görüşə. Orada da deyilir ki, şirkətlərin çoxu vicdansızdır sadəcə olaraq. Yəni heç yoxlamırlar və yaxud da ki, zəif adamlıq verirlər. Bilirsiniz, ola bilər. Məsələn, mənim o getdiyim şirkət həqiqətən öz nüfuzunu çox düşünəndir. Görürsən ki, əlindən gələni maksimum edir ki, buradan da etimadı doğrulsun və növbəti ekspedisiyalar üçün də bu yol açsın. Onlar çox çalışırlar bundan ötürü. Bilmirəm, indi bu təsadüfdürmü? Bu mənim diqqətimin özümü yoxlamaqdırmı? Bu mənim, bilmirəm, indi nədirsə bu oldu da.